Ümumiləşdirici təkrar tapşırıqlarında sizi xoş gördük. Kanalımıza vaxt itirmədən abunə olun, bəyənin, paylaşın. İkinci icrasındakı saiti düşmüş sözlərin altından xətt çəkin. Bu sözləri də artırılmış şəkilləri müəyyən edin. Çox gözəl olsa, eyb, i artırılıb, eyib sözünə gizlətmək. Dostun dost eybini, eyib sözündəki ini, eybi və ini 2 dənə şəkilçi artırılıb. Amandır ağlını, deməli, müəyyən etdisə, çox gözəl olsa da eybi, nəyi? Burada hal şəkilçisidir. Dostun eybini isə burada həm mənsubiyyət var, həm də hal var. Amandır ağlını, unutma ki sən, ağlını, mənsubiyyət də var, ağlın, hal da var. Gülünü tikana dəyişməyəsən. İkisini də tapdıq. Hansı cingiltili samitin kar qarşılığı səhv verilmişdir? Deməli, c, ki olur, k olmur. Cavab adı. J, ş, c, ç, d, t, v, f. Bu düzdür. Hamısı düzdür maşallah. Səhv yazılmış sözlər. Bacı, oğlu. Baxaq. Səhv yazılmış sözləri seç. Düzgün. Deməli, bunu işlədəcəyik. Mən sözləri yazıram, siz cümlələri yazarsınız. Bacı, oğlu. Maneə. Maneə. Okean düzdür. Bibi oğlu. Vəsait. Vəsait. Düzdür. Bu da bunu yazdıq, bunu yazdıq. İxtira. Zambaq. Hökm. Hökm yazılmalı. Bu səhvdir. Hədiyyə də 2 dənə yedi. Hədiyyə. Mən sözləri düzəltdim, siz də onları cümlədə işlədin. Nə gözəl. Hansı cümlədə əyan sözünün ilk saiti uzun tələffüz olunur? Vəzirlər, əyanlar, sərkərdələr, bütün saray adamları buradaydı. Sanki oğlunun başına gələnlər əvvəlcə ona əyan olmuşdur. Əyan olmuşdur belə bir qəribə çıxdı. Yəni əyan olmuşdurmu, yoxsa əyan olmuşdur? Birincisi, əyan yəni sarayda işlənən şəxs kimidir də. Amma bu əyandır. Amma əyan olmaqdaysa uzun tələffüz olunmur. Deməli, uzun sait olunan sözümüz birinci əyanlar sözündədir. Deməli, sözləri cədvəl üzrə qruplaşdıra orfoqrafik normalara uyğun yaz. Bir saiti uzun tələffüz olunur. Tətil. Marif. Təmir. Təəssüf. 2 dənəsi, düz yazdım. Mötəbər. Cəmaət. Bununla da bir bölməni biz bitirmiş olduq. Növbəti videolarda, növbəti izahlarda görüşərik.